Bax, həmin deyilən lövhəni götürür. Hələ ki, belə aradan qaldırılır. Əgər aradan qaldırılırsa, nə xoş mənə. Nə xoş mənə. Həmin yol nişanı oradan çıxarılaraq, baxın, bax, buradadır. Baxın, mənə bir çoxlar deyirdi, o parkingdir. Xeyr, o parking nişanı budur. Mənim onunla bağlı heç bir şikayetim yoxdur. Sadəcə bax, burada göstərilən pullu dayanacaq 50 köpük sözünün arxasında piyada keçidi yol nişanı var. Başa düşmürəm, bu nəyə əsasən lövhə kimi istifadə olunur? Axı dövlət pul ayrılır ki, bu yol kənarlarına qoyulsun. Əgər burada yığılan pullar o Şirvan şəhərində küçələri süpürən qeyrətli analarımıza, bacılarımıza ayrılırsa, iş axtaran qazilərimizə, veteranlarımıza ayrılırsa, mən vallahi çəkib paylaşmazdım. Allah haqqı mən çəkib paylaşmazdım. İmkansız ailələrə məbləğ ayrılarsa, mən çəkib paylaşmazdım. Hələ ki, video müraciətimdə bu lövhələr yığışdırıldı. İndi görək, indi pul yığılmağın da qarşısı alınsa nə xoş mənə.